Hər vaxtınız xeyir əziz ikincilər. Gəlin sizlərlə birlikdə 500-ə qədər sayma mövzusuyla tanış olaq, testlər və çalışmalar üzərində tətbiq eləməyə çalışaq. İstəyirsiniz videonu dayandırıb cavabları verib daha sonra isə izaha baxın və yaxud da elə mənimlə birlikdə cavablandırmağa çalışın. Birinci sualdan başlayaq. Birinci sualda deyir, bir səbətdə 50 yumurta var. Yumurtaların ümumi sayı neçədir? Gəlin ritmik sayaq. 2 dənə səbət var, düzdürmü? 50, 50, 100. 100 yumurta burada var. Burada da hərəsində 10, 10 yumurta var. 100, 110, 120. Ümumilikdə cəmi 120 yumurta olmuş olacaq. 2-də deyir, necə kub var? Burada bilirik ki, 100, 100, 200. Bu bilirik ki, onluqdur. 210, 1, 2, 3, 4, 5, 6, 7. 217. Cavab A variantı. Boş xanalara uyğun gələn ədədlər hansı variantda doğru verilmişdir? Baxaq görə ümumiyyətlə burada necə ritmik sayma var, yəni neçə artıb. 85, 90, 95, 100, 105, 100, 105. Harda verilib? A variantında verilib. Leyla 100-dən başlayaraq 100 irəliyə doğru saydı. Onun söylədiyi 4-cü ədəd neçə oldu? 100-dən başlayaraq deyir 100, 200, 300, 400. Cavab olacaq A variantı. 5-də deyir 384 ədədin oxunuşu neçədir? 384. Elə A variantında bizə verilib. 6-da deyir 425 ilə 427 arasında yerləşən ədədin rəqəmləri cəmi neçədir? Deməli 425, 426 ədədləri arasında yerləşir 426. Bunun da rəqəmləri cəmini istəyir. 400-də 2, 6, 6, 6, 12. Cavab A variantı. 7-də deyir 300 ədədi neçə onluqdan ibarətdir? 300 ədədi 30 onluqdan ibarətdir. Bu da B variantında bizə verilmişdir. 8-də deyir motosikletçi hər həftə əvvəlkindən 10 kilometr çox yol qət edir. İlk dəfə 80 kilometr yol gedərsə, 4-cü həftə neçə kilometr yol gedər? 10, 10 deyirsə 80, 90, 100, 110. 110 kilometr yol getmiş olacaq. Cavab A variantı. 9-da deyir 500-dən başlayaraq 50-50 geriyə saysaq söyləyəcəyimiz 6-cı ədəd neçə olar? 500-dən geriyə saysaq 490, 50-50 deyir. Deməli, burada olacaq neçə? 450, daha sonra 400, 350, 300, 250, 200. 6-cı söyləyəcəyimiz ədəd olacaq. Belə deyək də, neçə 50-50 geriyə saysaq? 250. 6-cı ədəd 250 olacaq A variantı. Daha sonra baxırıq digərinə. 10-cu tapşırığa. 480 ədədi neçə onluqdan ibarətdir? 48 onluqdan ibarətdir. Cavab C variantı. Baxırıq çalışmalara. Çalışmalarda deyir ki, ədədləri ədəd oxunda ox vasitəsilə göstərin. 434. Deməli, burada indi özünüz işarələyərsiniz. Bu çox da vacib bir şey deyil. Əgər sizin kitabınızda varsa bunu göstərərsiniz. Yəni sayı göstərərsiniz. 2-də isə deyir 325-dən böyük, 450-dən kiçik ədədlərin olduğu şarları işarələyin. 325-dən böyük, 50-dən kiçik. 350. Daha sonra 480 götürə bilmərik, 520 götürə bilmərik, 300 götürə bilmərik. Niyə? 325-dən böyük olsun deyir. 375, 135-i götürə bilmərik, 415 bu formada olar. Kubların sayını yazın. Deməli, bu yüzlükdür, bu onluqdur, bu da təklikdir. Bir dənə yüzlük var, 4 dənə onluq var, 6 dənə də təklik. Deməli, bu olacaq 146. Daha sonra baxırıq. Neçə dənə yüzlük var? 4 dənə yüzlük var, 2 dənə onluq var, 4 dənə də təklik var. Burada isə 3 dənə yüzlük var,
neçə var? 4 dənə onluq var. Təkliyi yoxdur, 0 yazarıq. Burada 2 dənə yüzlük var, 4 dənə onluq var, 4 dənə də təklik var. Burada 3 dənə yüzlük var, 1 dənə onluq var, 5 dənə də təklik var. Burada isə 1 dənə yüzlük var, 3 dənə onluq var, 2 dənə də təklik olmuş olacaq. Ədəd oxunda buraxılmış ədədləri müəyyən edin. Yəni burada görək hansı ritmik sayma var, yəni neçə artıb. 240, 250, 260, 270, 280, 290. 50, 150-yə gedibsə deməli 100, 150, daha sonra burada neçə olacaq? Deməli 200, 250. Daha sonra C-də isə 100, 200, 300, 400, 500. 120, 140, daha sonra 160, 180, 200 bu formada yaza bilərsiniz. Aha, bu qədər uşaqlar 500 sayma. İndi yüzlük, təklik, yüzlük, onluq və təkliyə baxırıq. Bu mövzumda izah edim, daha sonra isə digər tapşırıqlara baxarıq. Deməli, kubların sayına uyğun olaraq yüzlük, onluq və təkliklərin sayını tapın. Deməli, neçə dənə yüzlüyümüz var? 4 dənə yüzlüyümüz var. Neçə dənə onluğumuz var? 4 dənə onluğumuz var. Neçə dənə 3 dənə təkliyimiz var. 443, 443, baxın 5 dənədir burada. Hə, 5 dənə düzürlü sayın. 453 cavab olacaq A variantı. Hansı variant səhvdir? 4 yüzlük, 5 onluq, 8 təklik. Bəli, bu düzdür. 458, 302 bu da düzdür. 127-ni isə 172 kimi yazıblar. Cavab C variantı. Fikrimdəki ədədin 2 yüzlüyü, 5 təkliyi var. Bu ədəd aşağıdakılardan hansıdır? Hə, fikrimdəki ədədin 2 yüzlüyü var və 5 təkliyi var. Onluğu demir bizə. Baxaq 2 ilə başlayır, 5 ilə bitən ədəd hansıdır? Deməli, A ola bilməz, C də ola bilməz. Bu 215 ədədi ola bilər. Ən kiçik 3 rəqəmli ədədin, yəni 100-ün rəqəmləri cəmi neçədir? Elə 1, cavab A variantı. Müqayisə edin. Deməli, 8 təklik, 7 onluq, 1 yüzlük, yəni 178, 681, aha 681 daha böyükdür. Cavab burada olacaq C variantı. Daha sonra 6-da deyir ki, təklik və yüzlüklərin sayı eyni olan ədəd hansı variantda doğru verilmişdir? Təklik və yüzlük. Baxın, təklik və yüzlük. Təklik eyni olsun, bir də yüzlük eyni olsun. Bu da olacaq A variantı. Aşağıdakı ədədlərdən hansı 4 yüzlük, 5 onluq, 3 təklikdən ibarətdir? 453, bu da olacaq B variantında. Hansı fikri, səhv fikri seçin. Aha, səhv fikri seçək burada. 3 rəqəmli ədədlərdən sağdan birinci ədəd təkliklərinin sayını göstərir. Bu doğrudur, bəli. 3 rəqəmli ədədin onluqlarının sayı 0 ola bilməz. Onluqlarının sayı niyə 0 ola bilmir ki? Məsəl üçün 401 ola bildi. Cavab elə B variantı olmuş olacaq. 9-da isə modelə uyğun ədəddən böyük olan ədədi seçin. Modeldə 2 dənə yüzlük var, 3 dənə onluq var. Deməli, 5 dənə də təklik var. Böyük ədədi istəyir. Deməli, burada olacaq 4 yüzlük, 3 onluq, 6 təklik, cavab C variantı. Onda isə deyir, yüzlüklərinin sayı 4 olan ən böyük 3 rəqəmli ədədin, ən böyük 3 rəqəmli ədəd 499. Rəqəmləri cəmini soruşur. Deməli, 13, 22 rəqəmləri toplayanda 22 olmuş olacaq. İndi baxaq çalışmalara. Aha. 206 onluq 3 təklikdən böyük ədədlərin olduğu şarları qırmızı, kiçik ədədlərin olduğu şarları isə sarı rəngdə rəngləyin. Uşaqlar, belə deyək də, mən sarı, qırmızı yazacağım təkcə, ona görə yəni rəngləməyə vaxtınızı almaq istəmirəm. Özünüz kitabı olan rəngləyə bilər. İlk öncə qırmızıları rəngləyək. Qırmızılar 333, 461,
Mən Q yazıram üstündə. 321. Daha sonra 419. Qalanları isə sarı olmuş olacaq. Ədədləri uyğun modellərlə qarşılaşdırın. 2 yüzlük, 3 onluq, 4 də təklik var. Deməli, bu belə. Burada bir dənə yüzlük var. 1, 2, 3, 4, 5, 6. 6 dənə onluq və 4 dənə də təklik var. Bu da belə. Boş xanalara uyğun ədədləri yazın. 427, 325, 443, daha sonra 101. Səhvləri tapın və düzəldin. 400'lük deməli burada olacaq. Burada uşaqlar bunu əslində özünüzdə yaza bilərsiniz. Burada 400'lük, 400'lük, 3 onluq, 9 təklik olmalıdır. Burada 3 yüzlük, 4, daha doğrusu 3 onluq, 4 də təklik, 2 yüzlük, daha doğrusu 9 onluq, 7 də təklik, 1 dənə yüzlük, 2 dənə onluq, 1 dənə də təklik. Bu formada yaza bilərsiniz. 5'də isə bizə deyir ki, səbətlərin hər birində 100 yumurta, boşqabların hər birində 10 yumurta var. Cəmi neçə yumurta var? Ritmik sayaq. 50, 100, boşqablar 10 yumurta var. 50, 100, 110, 120, 130. Deməli 130. 50, 100, daha sonra 50, 100, 110, 120, 121, 2, 3, 4. 124. Ümumilikdə olacaq 254. 2 dənə yüzlük, 5 dənə onluq, 4 dənə də təklik olmuş olacaq. Baxırıq. Uyğunlaşdırmaya əsasən səhv kubların üzərindəki xətt çəkin. Deməli, burada 3 dənə yüzlük var. 1 dənə onluq. Bu səhvdir. 1 dənə onluq deyil, 3 dənə onluq var. Burada 4 dənə yüzlük düzdür, 4 dənə bu da səhvdir. Düz üzərindən xətt çəkin. Bu səhvdir də bu, Bu da səhvdir. Bəs necə ilə uyğunlaşdırmaya səhv kubların üzərindən xətt çəkin. Səhv kubların üstündən xətt çəkin. Yaxşı. Başa düşdüm. Deməli, burada 8 dənə, 3 dənə yüzlük düzdür. Buradan xətt çəkək ikisinin üstündən. 8 dənəsi də bəli düzdür. Burada da bir dənəsinin üstündən xətt çəkək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir dənə də bunun üstündən xətt çəkək. Burada bir dənə yüzlüyün üstündən xətt çəkək. Bu təklik düzdür. Burada da 3 dənənin üstündən xətt çəkək ki, doğru bərabərlik alınsın. 7'də deyir onluqların sayı yüzlüklərin sayının 2 qatına bərabər olan ədədləri seçin. Deməli, bəli, onluqların sayı, yəni 4, yüzlükdən, yəni 2-dən 2 dəfə çoxdur. Bəli, burada xeyir, xeyir, burada bəli, 6 3-dən 2 dəfə böyükdür, 8 4-dən bəli böyükdür, burada da xeyir. Məsələləri həll edin və boş xanaları doldurun. Ferma içərisində 100 qoyun olan 3 kamaz və 10 qoyun olan 5 kamaz gəldi. Fermada neçə qoyun oldu? Fermada 350 qoyun oldu. Düzdür? 350 qoyun oldu. Deməli, burada da 350, burada da 0. 8 Mart üçün gül içərisində 100 gül... 8 Mart üçün gülçü içərisində 100 gül olan 2 buket, içərisində 10 gül olan 7 buket, içərisində 1 gül olan 9 buket sifariş qəbul etdi. O cəmi neçə gül istifadə etdi? 279 gül istifadə etdi. Bunun da açılışı 270, bu da 9. Uşaqları, bugünlük izahımız bu qədər. Ümidvaram faydalı oldu. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Növbəti izahların hansı olmasını istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Bugünlük bu qədər. Hələlik.